Salam əzizləyicilər, hər vaxtınız xeyir. Deməli, BMW F10-dur, N20 motordur, arxa çəkəndir və benzin mühərrikdir. Yaxınlaşdı bizim yanımıza ki, avtomobildə ümumi qulluq eləyək və sepbaşmaq dəyişimini eləyək. Qardaş dedi ki, sepimi dəyişməli idim, bir müddət uzatdım ki, sürdüm ki, sonra dəyişərəm. Belə bir fəsad törədib ki, artıq maşın xodlanmır. Sep diş atıb, maşın xodlanmır. Avtomobil sahibi də özü də ustadır, sadəcə olaraq deyir, mənim sahəm deyil. Yəni, sənə göndərirəm, sən özün düzəlt. Deməli, motoru sökmüşük. Turbonun pərinə bax. Turbonun çıxışına bax. Görürsünüz nə vəziyyətdədir. Bu bir problem. Bundan əlavə olaraq üst krışka. Üst krışkada problem olub. Gördüyünüz kimi kleylə yapışdırıblar. Plus, burada prokladka olur. Germetika. Avtomobildə bir çox üsullarla, yəni daha doğrusu küslər üsullarla iş görüblər. Biz inşallah bunu sökəcəyik, bütün hər bir şeyin qoyacaq stenddə. Baxaq ki, avtomobildə nə problemlər var, hamısını da inşallah ki, aradan qaldıracaq. Bütün detalları orijinal olmaq şərti ilə dəyişəcəyik və müştərimizə də zəhmətimizi verəcəyik. Əzizləyicilər, əgər siz də avtomobilinizdə ümumi qulluq, sepbaşmaq dəyişimi, yəni belə bir xidmətlər istəyirsinizsə, bizim servis seçib yaxınlaşa bilərsiniz. Gördüyümüz bütün işlərdə zəmanət veririk. Təşəkkürlər, izləmədə qalın.